Ənvər Məmmədxanlı Qızıl Gönçələr. Qoca Firuz gün batanda evə qayıdır. Gün olur ki, bazarda işi çox olur. Başı aşağı bütün günü işləyir, yük daşıyır. Bəzi günlər isə o böyük anbarlar yanında işsiz dayanır. Onun yük daşımağa çağıracaq bir səs gözləyir. Belə günlərdə o ağzına qədər dolu anbarların yanına boş bikar oturub qalır. Kürəyini divara söykəyib mürgüləyir. Axır zamanlar o hər axşam gün batan kimi bazardan çıxıb hara isə tələsir, şəhər kənarındakı xalça karxanalarının birinin qabağına çatarkən ayaq saxlayır, çoxdan qurumuş bir çinar ağacına söykənib dayanır. Gözləri karxana darvazasına baxıb yol çəkir. Qoca fikrə gedir. Bu zaman o dincəlirdimi? Yox, indi daha ağır bir yük gözləyir. Birdən səs-küy onu xəyal aləmindən ayırır. Xalça karxanasının darvazasından çıxan dəstə-dəstə, irili xırdalı uşaqlar içərisində onun gözləri kimi isə axtarır. Budur. Axır iki qız qolları üstündə 7-8 yaşlarında arıq və solğun bir qızı qapı ağzına çıxarır. Bu qoca hambalın nəvəsi Sürəyyadır. O hələ ayaq açıb yeriməyə başlamamış, rütubətli, qaranlıq bir zirzəmidə şikəst olmuş, ayaqları hərəkətdən düşmüşdü. Qocanın isə bu şikəst qızdan başqa dünyada heç kəsi yoxdur. Oğlu qazanc dalınca uzaqlara getdiyi gündən sanki daş olub quyuya düşdü. Ondan heç bir xəbər gəlmədi. Gəlini isə ilk balası Sürəyyanı hələ süddən ayırmamış, öldü. Qoca yaxınlaşıb ehtiyatla nəvəsini kürəyinə alır, baş aşağı dinməz söyləməz yoluna düzəlir. Baba, deyəsən bugün çox yorulmusan. Yox qızım, bugün bir iş görməmişəm. Qızcığaz o saat anlayır ki, babasının cibində bugün pul yoxdur. Səngəkçi dükanı qarşısından keçərkən qız səslənir. Baba, dayan səngək alaq. Qoca dayanır, səngəkçi şagirdi bir neçə səngək büküb qocaya verir. Sürəyya isə çit çadrasının ucuna düyünlədiyi bugünkü muzdunu 2 qıranı çıxarıb şagirdə verir. Qoca Firuz tər basır. Demək, o bu gün də balaca nəvəsinin muzdu ilə qazanılmış bir parça çörəyə möhtacdır. Axşam yarı qaranlıq, rütubətli zirzəmidə onlar baba və nəvə həsir üstünə salınmış, rəngi solğun süfrə başında oturardılar. Süfrə üzərində axşam yeməyi bir neçə səngək, bir parça pendirdən ibarət olardı. Lakin əvəzində bu kasıb süfrə başında, bu qaranlıq zirzəmidə babası balaca Sürəyyaya hər gecə nə qədər gözəl nağıllar söylərdi. Qızcığaz nəfəsini udaraq babasını dinlərdi. Səhərlər isə o babasının səsinə oyanardı. Qoca nəvəsini şirin yuxudan ayıldar, kürəyini alıb karxanaya gətirər, sonra özü iş üçün bazara yönələrdi. Bir ildən artıq idi ki, qız xalça karxanasında işləyirdi. Hər səhər gün çıxanda karxana irili xırdalı yüzlərlə qız və oğlan uşağı ilə dolurdu. Bir-iki ustadan və karxananın qoca nəqqaşından başqa 2 cərgə düzülmüş 50-yə qədər böyük dəzgah qarşısında hər tərəfdə işləyən yalnız kiçik yaşlı uşaqlar idi. Onlar 2-2, 3-3 və daha çox dəstələrlə bu dəzgahlar qarşısında əyləşib, axşama qədər xalça toxuyardılar. Səhərlər səs-səmirsiz işləyən uşaqlar, saatlar keçdikcə yorğunluqlarını unutmaq, yorucu əməklərini yüngülləşdirmək üçün alçaq səslə bir mahnı oxumağa başlardılar. Sürəyya isə oxumazdı. Onun oxumağa nə səsi vardı, nə mahnısı. O yalnız işıqlı qonur gözlərini çaldığı ilmələrdən ayırmayaraq bütün diqqətini və səyini öz sənətində canlandırmağa çalışardı. Onun toxuduğu qönçələr bütün karxanada məşhur idi. Buna görə də karxananın qoca nəqqaşı hazırladığı cürbəcür nəqşlər içərisində qızıl qönçələr olan nəqşləri həmişə balaca Sürəyya üçün nəzərdə tutardı. Bu il solğun, qüssəli payızdan sonra şiddətli küləklərlə soyuq bir qış gəldi. Qoca Firuzun rütubətli zirzəmisində isə hələ də buxarı yanmırdı. Odun yoxdur, qırıq bir lampaya neft güclə çatırdı.
Qoca Sürəyyanın gecələr titrədiyini görür, səhərə qədər gözünə yuxu getmirdi. Bu gün o, Sürəyyanı karxana açılmamış, qaranlıq ikən gətirib qapı ağzına qoymuş, özü bazara getmişdi. Bu səhər böyük anbarlardan birinə yük daşınacaqdı. Qoca bu fürsəti əldən qaçırmayıb hamıdan tez işə başlamaq istəyirdi. Nə cür olursa olsun, bu gün heç olmasa bir şələ odunun pulunu qazanmalı idi. Səhər tezdən yük daşımağa başlandı. Qoca Firuz bu gün hamını heyrətə salan və yaşına yaraşmayan bir zirəklik və səy ilə çalışırdı. Günortaya yaxın o 50 tay daşımışdı. Budur, yenə növbəti taylardan birini çiyninə alıb, anbarın yarı qaranlıq və dik pillələri ilə aşağı enməyə başladı. 2-3 pillə düşmüşdü ki, birdən onun gözləri qaranlıq gətirdi və sanki ayağı altındakı kərpiclər yerindən oynadı. O əlini haraysa atmaq istədi, lakin bu zaman ona elə gəldi ki, kim isə yuxarıdan daha ağır bir yük tayını onun üzərinə aşırdı. O, cəld döşündəki kəndiri boşaldıb, yükü yerə atmaq istədi. Lakin macal tapmadı, dizləri titrədi, ayaqları büküldü və daş kimi anbarın boşluğuna yuvarlandı. Dik pillələr onu saxlamayaraq bir-birinin dalınca aşağıya doğru itələdi və nəhayət o anbarın kərpiz döşəməsi üzərində sərildi. Qışqırmağa, haraya çağırmağa da macal tapmadı. Aşağıda anbarda işləyən hamballardan ikisi ona tərəf yürüdü, yükü qaldırıb qocanı çıxartdılar. Lakin iş işdən keçmişdi. Axşam uşaqlar kərxanadan çıxarkən qar yağırdı. Onların çoxu ayağı yalın idi. Yeri ağartmaqda olan qar üstündə təzə izlər buraxaraq tələsə-tələsə evlərinə gedirdilər. Balaca Sürəyyanı yoldaşları yenə qolları üstünə küçəyə çıxartdılar. Lakin bu dəfə darvaza qarşısında qoca Firuz onları qarşılamadı. Sürəyya heyrətlə küçənin başına baxdı. Birinci dəfə idi ki, kərxanadan çıxarkən babası onu gözləmirdi. Sürəyyanın yoldaşları da ətrafa boylandılar. Firuz baba niyə yoxdur? Onlar bir-birinin özünə baxdılar. Gələr, biraz gözləyək. Gözlədilər. Sürəyya isə getdikcə artmaqda olan bir nigarançılıqla qaranlıqlaşan küçəyə, quşbaşı yağan qara baxırdı. Yoldaşlarından biri dedi. Sürəyya, bəlkə köməkləşib səni bir təhər evə aparaq. Firuz baba görəsən nə iş çıxdı ki, gəlmədi? Sürəyya qəti hərəkətlə başını buladı. Yox, babam harda olsa bu saat gələcək, siz gedin, sonra qorxarsınız. Yoldaşları qaranlıq düşdüyünü görərək doğrudan da qorxurdular. Biraz gözlədikdən sonra onlar da getdilər. Sürəyya qarlı qış axşamında küçədə tək başına gözləməyə başladı. Qar getdikcə daha şiddətlə yağırdı. İndi soyuq qızın bədəninə işləyir, o titriyirdi. Hələlik özünü saxlayırdı, lakin gecə keçdiyini görərkən babasına qarşı bir küskünlük duyaraq kövrəldi və səssiz-səssiz ağlamağa başladı. Nə qədər vaxt keçdi, amma Firuz baba yenə də gəlmədi. İndi Sürəyya çağırmağa başlamışdı. O əvvəlcə babasını çağırırdı, səs verən olmadı. Sonra o sadəcə bir nəfəri, bir insanı köməyə çağırırdı. Onun səsini eşidən olmadı. Artıq dodaqları söz tutmurdu. Nəhayət bu qarlı gecəni küçədə tək qalacağını anladı, bağlı karxana darvazasına tərəf sürünməyə başladı. Bəlkə orada darvazanın tağı altında qar tutmayan bir bucaq tapmaq mümkün olaydı. Səhər günəşin ilk şüaları qar üzərində parıldaşanda balaca Sürəyya hələ yarıhuşsuz bir halda darvaza ilə divar arasında bucağa qısılıb yatmışdı. İndi onun çit çadrası başından sürüşüb çiyinlərinə düşmüş, günəş şüaları solğun üzündə əks etmişdi. Bəlkə üzərinə düşən günəş şüalarının təsiri altında idi ki, bu saat o qəribə və gözəl bir yuxu görürdü. Yuxusunda geniş üfüqdə böyük və qızıl bir günəş doğurdu. İndi onun özünün yaşadığı rütubətli, qaranlıq zirzəmi də bu günəşin işıqları ilə dolmuşdu. Döşəmə və divarlar onun toxuduğu qızıl qönçəli xalılarla döşənmiş və bəzənmişdi. Günəşin şüaları vurduqca onun toxuduğu xalçalar üzərindəki qönçələr bir-bir açılır,
Onların hər biri bir qızıl gülə dönürdü. Bunu görən Süreyya sonsuz bir sevinclə ot kimi yanan qönçələrin üzərinə yürüyür, bir-bir oxşamaq istəyirdi. Onları qoparmağa isə ürəyi gəlmirdi. Lakin birdən kim isə qolundan tutub onu bu aləmdən kənara çəkməyə başladı. Onun yuxusu dağıldı. O gözlərini açdı. Onun qolundan tutub qaldıran karxananın qoca nəqqaşı idi. Səhər işə gələn uşaqlar isə darvaza ağzında onun başına toplaşmışdılar. Qoca nəqqaş onu qucağına alıb içəri apardı. Öz otağında taxt üstündə uzatdı. Qızın gözləri yumuldu. Yarım saat sonra o yarı huşsuz bir halda sayıqlamağa başladı. Harda qalmışdın baba? Bir bax, gör necə gün çıxıbdır. Bunlar hamısı mənim toxuduğum xalçalardır. Qönçələr də mənimdir. İndi gün vurduqca hamısı bir-bir açılmağa başlamışdır. Bəs sən harda idin baba? Qoca cəld uşaqlardan birini həkim dalınca göndərdi. Bir saat sonra küçədə fayton atlarının ayaq səsləri eşidildi. Qoca nəqqaş qapı ağzında həkimi qarşıladı. Bərabər içəri girib Süreyyanın yatağına yaxınlaşdılar. Həkim qızın üzərinə əyildi.